Bu sual müəllimlər üçün. Bizə sualda deyilir ki, hidrogen və oksigenden ibarət 250 ml qarışıq reaksiyaya daxil olur və 100 ml hidrogen artıq qalır. Diqqətlə fikir. Əgər 250 ml bizim qarışığımız var isə, burada 100 ml hidrogen artıq qalırsa, deməli reaksiyaya daxil olan hissə 150 ml. Gəlin bura fikir. Biz görürük ki, 2 mol hidrogenden 1 mol oksigen reaksiyada. Avogadro qanununa görə bilinir ki, əgər mol nisbətləri eynisə, deməli, onların həcm nisbətləri. Ondan x mililitr oksigen reaksiyaya daxil olsa, öyle çıxır ki, 2x hidrogen reaksiyaya daxil olacaq. Cəm reaksiyaya daxil olan həcm nə qədərdir? 3x. Nə qədər reaksiya edilmiş maddəmiz? X. Onda x nəyə qədərdir? 50. Unutmayın, reaksiyada yalnız bir maddədən artıq qalır. Eğer iki başlangıç maddəmiz varsa, yalnız bir maddədən artıq qalır. Onda bizim qarşılığımızda əvvəlcədən oksijene verilmiş x, 50 ml oksijen varmış, 200 ml nə varmış? 1 litr. Bizdə oksijenin həcmləri soruşur, onda 50 bölünür 250'ye başlamada soruşur. 900'e bölünür